Anonims hacker qrupu kiberhücumlar gözlənilir. Hacker hücumu həyata keçirilib. Azərbaycan elektron informasiya ehtiyatlarına qarşı geniş miqyaslı kiberhücumlar gözlənilir. Bugün ölkəmizdə fəaliyyət göstərən media resurslarına kütləvi hacker hücumu həyata keçirilib. Diqqət, diqqət! Anonimus tərəfindən Azərbaycan saytlarına kiberhücumlar edilir. So you want to join Anonymous? You cannot join Anonymous. Anonymous is not an organization. Hamımızın eşitdiyi, amma tam olaraq kim olduğunu bilmədiyi Anonymous nə qədər təhlükəli ola bilərdi? Və ya başqa cür desək, bir adın arxasında gizlənən insanlar bir ölkəyə nə qədər təsir edə bilərdi? İlk baxışda sadəcə internet linkinə bənzəyir, amma Anonymous daha əvvəl bir çox ölkədə dövlət saytlarını iflic etmişdi. Bu dəfə isə ad Azərbaycanla yanaşı çəkilməyə başlamışdı. 2012-ci ildə ilk dəfə ABŞ-da Wall Street ətrafında adını eşidirən Anonymous qısa zamanda bir ölkənin yox, bir sistemin problemi olduğunu göstərdi. Ardınca Böyük Britaniyada dövlət və korporativ saytlar hədəf alındı. Mesaj eyni idi. Xəbərdarlıq. Sonra növbə Türkiyəyə çatdı. Rəsmi qurumlara edilən kiberhücumlar, yayılan mesajlar və qaranlıq səssizlik bu adın artıq regiona yaxınlaşdığını göstərirdi. Bir müddət sonra isə Anonymous adı sosial mediada Azərbaycanla yanaşı çəkilməyə başladı. Paylaşımlar az idi, amma kifayət qədər açıq mesajlar verirdi. Bu bir başlanğıc idi. Əlbəttə səbəbsiz deyildi. Arxa planda beynəlxalq tədbirlər, diqqət mərkəzində olan prosesə və xüsusilə Eurovision kimi qlobal faktorlar vardı. Amma bu hələ hekayənin başlanğıcı idi. Əsas suallar isə cavabsız qalırdı. Və həmin o paylaşım. We are anonymous. Azerbaijani government websites are now under control. Systems can be restored, but information leaves a trace. Lakin əsas sual bu idi. Anonymous bu qədər böyük kiber əməliyyatları necə həyata keçirirdi? Dövlətləri, iri şirkətləri, hətta toxunulmaz hesab edilən qurumları necə geri addım atmağa məcbur edirdi? Çünki Anonymous bir qrup deyildi. Bu bir struktur yox, bir çağırış idi. Bu bir ad, bir simvol. Əməliyyat qərar verildikdən sonra dünyada minlərlə insan eyni məqsəd üçün hərəkətə keçirdi. Kimisi sadəcə dəstək verirdi, kimisi məlumat toplayırdı, kimisi isə birbaşa hücumda iştirak edirdi. Hamının rolu fərqli idi, amma məqsəd eyni idi. Məhz buna görə Anonymousu dayandırmaq demək olar ki, mümkün deyildi. Çünki ortada bağlanacaq bir mərkəz yox idi. Zamanla bu ad təkcə dövlətləri deyil, iri şirkətləri, media qurumlarını və toxunulmaz hesab edilən sistemləri də hədəf almağa başladı. Mesajlar açıq idi. Ya geri çəkiləcəksiniz, ya da ifşa olunacaqsınız. Və bir müddət sonra diqqətlər bu regiona yönəldi. Bu dəfə isə söhbət təkcə bir ölkədən yox, bir sistemdən gedirdi. Və davamı göründüyündən daha qaranlıq idi. Amma bu əməliyyatların mümkün nəticələrinin hamını təəccübləndirəcək olması bir tərəfə, çoxlarının unutduğu və heç bilmədiyi bir həqiqət vardı. Bu, Anonymousun Azərbaycanla ilk qarşılaşması deyildi. 2012-ci ildə regionda siyasi və sosial gərginliyin artdığı bir dövrdə Anonymous adı ilk dəfə Azərbaycanla yanaşı çəkilməyə başladı. O dövrdə dünyada baş verən kütləvi etirazlar, söz azadlığı ilə bağlı müzakirələr və internet senzurası iddiaları bu adı regiona yaxınlaşdırmışdı. Həmin illərdə Anonymous internetdə ən aktiv və ən güclü dövrlərindən birini yaşayırdı. ABŞ, Avropa və yaxın şərqdə həyata keçirilən əməliyyatlardan sonra diqqətlər tədricən Cənubi Qafqaza yönəlmişdi. 2012-ci ilin müəyyən dövrlərində Azərbaycana aid bir sıra dövlət qurumlarının rəsmi saytları qısa müddətli əlçatanlığını itirdi. Sosial mediada Anonymous adı ilə yayılan mesajlarda ifadə azadlığı, internet məhdudiyyətləri və siyasi məhbuslarla bağlı iddialar yer alırdı. Anonymousun məqsədi aydın idi. Birbaşa zərər vermək yox, diqqət çəkmək, mesaj vermək və beynəlxalq ictimaiyyətin diqqətini ölkədə baş verənlərə yönəltmək. Bu əməliyyatlar əsasən DDoS hücumları ilə məhdudlaşdırıldı. Kütləvi, səs-küy, amma texniki baxımdan uzun müddətli təsir olmayan hücumlar. Nə ciddi məlumat sızması oldu, nə də kritik sistemlər iflic edildi. Buna baxmayaraq həmin dövrdə Anonymous adı Azərbaycan üçün yeni və narahat edici bir anlayış idi. Çünki bu ad bir qurumu deyil, bir sistemi hədəf alırdı. Lakin zaman göstərdi ki, bu əməliyyatlar da digər bir çox ölkələrdə olduğu kimi medial nəticələr vermədi. Heç bir rəsmi qərar dəyişmədi, heç bir qurum yerə addım atmadı. Amma bu, Anonymousun tamamilə yox olması demək deyildi. Sadəcə səssizlik başlamışdı. Anonymous tarixində səssizlik heç vaxt təsadüf olmur. Çünki bəzən heç nə olmaması hər şeyin başlanğıcıdır. Hələlik.